Salam, bugün 20 aprel tarixində OTK tərəfindən keçirilən sınaq imtahanında 9 və 10-cu siniflərdə birinci blok üzrə kimya fənnindən istifadə olunan sualların video izahını sizinlə bölüşəcəm. Birinci sualdan başlayaq. Verilmiş proseslərdə sıxlıq necə dəyişir? Suyun bərk halında maye halına, daha sonra maye halından da qaz halına keçidini göstərir. Biz bilirik ki, normalda maddələrdə bərk halda olan sıxlıq maye halda olan sıxlıqdan daha çoxdur. Maye halda olan sıxlıq da qaz halında olan sıxlıqdan daha çoxdur. Amma suda istisna vardır ki, suyun bərk halının sıxlığı maye halının sıxlığından daha azdır və qaz halının sıxlığı da ən azdır. Yəni biz normalda maddələrdə deyirik ki, bərk halının sıxlığı daha çoxdur, amma su maye halında olanda onun sıxlığı daha çox olur. Yəni bərk haldan maye hala keçirsə, sıxlıq artmış olur. Maye haldan da qaz halına əgər keçirsə, sıxlıq azalmış olacaq. Doğru cavab C variantı. 62-ci sual, natrium kloridin suda məhlulunun elektrolizindən natrium klorid məhlulunun e, elektrolizi prosesini yazmalıyıq. Bu elektroliz zamanı katodda alınan qazın həcmini hesablayın. Natrium hidroksid alınır məhlulda. Katodda hidrogen, anodda da xlor alınmış olacaq. Bizdən katodda alınanı soruşur, yəni hidrogeni tələb edir. Biz baxırıq ki, əgər 23,4-dən deyirdi. 23,4 qram natrium xloriddən nə qədər hidrogen alınar? Bilmirik. Amma biz bilirik ki, 117 qramından 58,5 2-yə vururuq. Çünki bunu əmsallaşdırmamışam. Bura 2, bura 2, burada 2 olacaq. 117 qramından deməli litrlə dediyinə görə 22,4 litr yazacağam. Çünki 117 qramından 1 mol, yəni 22,4 litr alınır. Bizdən 23,4 qramından neçə litr hidrogen alınır? Bunu soruşur. Buradan tənasüblə hesabladığımız zaman, əgər bu 5-ə bölünübsə, onda bu da 5-ə bölünməlidir. 22,4-ü 5-ə böləndə 4,48 alınacaq. Y variantı doğru cavabdır. 63-də deyir, oksidləşmə reduksiya reaksiyasıdır. Deməli, A variantında bütün elementlər oksidləşmə dərəcəsini saxlayır, yəni dəyişmir. Bir reaksiyanın oksidləşmə reduksiya reaksiyası olması üçün orada reaksiyaya daxil olan elementlərdən ən az birinin oksidləşmə dərəcəsi dəyişməlidir. A, B, C və Y variantlarında elementlərin oksidləşmə dərəcələri dəyişmir. Amma D variantında karbonun oksidləşmə dərəcəsi dəyişir. Karbon burada 0-dır, sol tərəfdə 0-dır, sağ tərəfdə isə -1 oksidləşmə dərəcəsi göstərmiş olacaq. 0-dan -1-ə gəlir, ona görə də oksidləşmə dərəcəsi dəyişir və bu reaksiya oksidləşmə reduksiya reaksiyasıdır. 64-cü sual, hansı duzun hidrolizinin birinci mərhələsində turş duzu alınır? Hidroliz prosesində turş duzun alınması üçün deməli duz qüvvətli əsasdan və zəif turşudan ibarət olmalıdır. Çünki əmələ gələn duz zəifə görə idi, mühit qüvvətliyə görə idi. Yəni, indi burada qüvvətli əsasdan və zəif turşu qalığından əmələ gələn duzu tapmalıyıq. Sink sulfat əksinədir. Zəif əsas qüvvətli turşudur. Doğru cavab deyil. Mis xlorid zəif əsas qüvvətli turşudur. Doğru cavab deyil. Kalium nitrat qüvvətli əsas qüvvətli turşudur. Kalsium nitrat qüvvətli əsas qüvvətli turşudur. Amma natrium sulfid qüvvətli əsas zəif turşudan əmələ gəldiyi üçün hidrolizin birinci mərhələsindən turş duzu alınacaq. 65-ci sualda deməli X2 müsbət ionunda 23 elektron var.
Deməli, 23 elektronu varsa bunun və yükü 2 müsbətdirsə, əgər 2 dənə yük müsbətdirsə burada, deməli bu 2 dənə mənfi yükü özündən atıb, yəni 2 elektron verib, nəticədə 2 müsbət yüklənib və 2 elektron verib 23 elektronu varsa bunun, onda normal halda bunun 25 elektronu olmuş olacaq. Yəni əvvəl 25 idi, 2 elektronunu verdi, x 2 müsbətə çevrildi buradakı kimi. Və sonda da 23 elektronu qalmış oldu. İndi biz elektron konfiqurasiyasını 23 elektrona görə yox, 25 elektrona görə tapmalıyıq. 25 elektrona görə elektron konfiqurasiyasını yazanda da 4s2, 3d5 şəklində yazacağıq. Doğru cavab C variantı. 66-cı sualda maqneziumun oksigenlə reaksiyasından deməli, maqnezium 48 qram maqnezium neçə qram oksigenlə tam reaksiyaya daxil olar? Maqneziumun oksigenlə reaksiyasını yazdığımız zaman buradan alınacaq maqnezium oksid reaksiyaya 2 mol maqnezium daxil olur və 2 molda maqnezium oksid alınır. 48 qramından neçə qram oksigenlə tam reaksiyaya daxil olar bilmirik. Elə maqneziumun ayırına baxdığımız zaman görürük ki, reaksiyada 48 qram daxil olur və 48 qramı da deməli 32 qram oksigenlə reaksiyaya daxil olmuş olacaq. Doğru cavab Y variantı. 67-ci sual deməli kükürdün tam yanması sərf olunan oksigenin mol sayının zamandan asılı qrafiki verilib. 10 saniyə ərzində deməli 10 saniyə ərzində yanan kükürdün kütləsini hesablayın deyilir. Kükürdün yanma reaksiyasının təhlilini yazaq. S+O2 SO2 əmələ gələcək. Deməli, burada 10 saniyə ərzində reaksiyaya sərf olunan oksigenin mol sayı 0,5-dir. Çünki əvvəl 2 mol olub. Reaksiyadan sonra, yəni 10 saniyə sonra 1,5 mol qalıb. Nəticədə 2-dən 1,5-ə gələndə 0,5 mol oksigen sərf olunmuş olacaq. Əgər oksigenin 1 molu 32 qram kükürdlə reaksiyaya daxil olursa, onda 0,5 molu x qram kükürdlə reaksiyaya daxil olar. Buradan tənasübü hesabladığımız zaman 16 qram kükürd daha doğrusu reaksiyaya daxil olmuş olacaq. Doğru cavab Y variantı. 68-ci sual deməli mürəkkəb maddədir deyir. Azot qazı N2 şəklində yazılır. Bir maddənin mürəkkəb olması üçün onun tərkibində ən az 2 və daha çox, yəni 2-dən 2 və daha çox müxtəlif element atomları olmalıdır. Azot qazında 2 azot atom var, eyni növdür. Xlor qazı da həmçinin, oksigen qazı da həmçinin, ozon qazı da həmçinin. Amma karbon qazının tərkibində həm karbon, həm də oksigen atomları var, yəni mürəkkəb maddədir. Doğru cavab A variantı. 69-cu sual, deməli, duz əmələ gətirməyən oksidi istəyir. Duz əmələ gətirməyən oksidlərimiz NO, N2O, silisium oksid və CO qazları idi. Yəni 4 dənə duz əmələ gətirməyən oksidlərimiz var. Burada doğru cavab Y variantı olmuş olacaq. Reaksiya sürətinin temperaturdan asılılıq qrafikinə reaksiya sürətinin temperatur əmsalı 3 olan reaksiyanın başlasına müddəti 54 dəqiqədən 6 dəqiqəyə qədər azaltmaq üçün temperatur neçə dərəcə dəyişmək lazımdır. Baxın, deməli reaksiyanın sürətin temperaturdan asılılığı Bantof qaydasına əsaslanır. Bunu necə yazacağıq biz? VT2-nin VT1-ə olan nisbəti bərabərdir fi, yəni temperatur əmsalının qüvvətini T2 minus T1 bölünsün 10 şəklində yazmış olacaq. Yəni dustur budur. İndi 54 dəqiqədən 6 dəqiqəyə qədər dəyişirsə, sürətlə zaman, burada zaman verib biz dusturda sürət görürük. Burada da T1-in T2 olan nisbətidir. Yəni sürətlə zaman bir-birinə tərs asılıdır. 54 dəqiqədən əgər 6 dəqiqəyə qədər gəlibsə, deməli zaman 9 dəfə azalmış olacaq. Zaman 9 dəfə azalırsa, onda onun əksinə olaraq sürət də gərək 9 dəfə artmış olsun. Sürət 9 dəfə azalır, daha doğrusu artır, zaman 9 dəfə azalır.
İndi sürətin 9 dəfə artması üçün, bax bu hissədə, sürətin 9 dəfə artması üçün biz gərək ki, temperatur əmsalını bizə 3 verib. Yəni finin qiyməti 3-dür. 3 üstü neçə 9-a bərabərdir? Onu tapmalıyıq. Təbii ki, burada x bərabərdir 2-dir. T2 minus T1 bölünsün 10. Baxın, bu hissə ona 2-yə bərabərdirsə, T2 minus T1 bölünsün 10. Əgər 2-yə bərabərdirsə, onda T2 minus T1 bərabərdir 20 olmuş olacaq. Və temperatur necə dəyişmək lazımdır deyirsə, biz temperaturu 20 dərəcə artırmalıyıq. Çünki temperaturu artırdığımız zaman reaksiyanın sürəti artmış olacaq. Sürət artdığına görə də zaman azalacaq. Yəni reaksiya daha sürətli getməyə başlayacaq. Burada doğru cavab olacaq D variantı. 71-ci sual. Hansı reaksiyadan hidrogen ayrılmır deyilir. Deməli, bizdə 3 turşu vardı ki, onların metallarla reaksiyasından deməli, hidrogen qazı ayrılmırdı. Bir qatı sulfat idi, bir qatı nitrat idi, bir də duru nitrat idi ki, bunların turşular, metalların daha doğrusu reaksiyasından hidrogen qazı ayrılmırdı. Burada doğru cavab olacaq C variantı. 72-ci sualda nə deyilir? Cədvəl verilib bizə. Adi şəraitdə aqreqat halı X və Y maddələri verib. Deməli, ayrı-ayrılıqda bunları təhlil edək. X-in adi şəraitdə aqreqat halı mayedir. Suda həll olma qabiliyyəti plus qoyublar, yəni suda həll olur. Onda X su qarışığını distillə üsulu ilə tərkib hissələrinə ayırmaq olar. Bir doğrudur. Çünki distillə üsulu ilə bir-birində həll olan və yaxud da suda həll olan maye maddələri ayırmaq olar. Yəni maye qarışıqlarını ayırmaq mümkündür. Bir şərtlə ki, bir-birində həll olsunlar. Onda bir doğrudur. Y-in su ilə qarışığı homogendir. Homogen ola bilməz, heterogen ola bilər. Çünki suda həll olmur. Əgər həll olsaydı, onda homogen ola bilərdi. 2 yanlışdır. Y su qarışığı süzmə üsulu ilə tərkib hissələrinə ayrılır. Bəli, bu doğrudur. Məsəl üçün, buna deyirəm qum. Qum onda bərk haldadır. Həm də suda həll olmur. Süzmə üsulu ilə ayrılır. Və yaxud da gil də ola bilər. X su qarışığı heterogen deyil, əksinə homogendir. 4 də yanlışdır. Doğru cavab 1, 3 olmuş olacaq. 73-cü sual. Deməli, X hansı metaldır? Deməli, əgər xlorid turşusundan hidrogen qazını çıxarırsa, onda bu pasiv metallar ola bilməz. Yalnız aktiv metallar və orta aktiv metallar ola bilər. Yəni, pasiv metalları burada çıxırıq. Doğru cavab A variantı olmuş olacaq. Deməli, mis 1 sülfiddə kükürdüyün kütlə payını tapın deyilir. İlk öncə mis 1 sülfidin deməli, ümumi kütləsini tapmalıyıq. Mis 1 sülfidin omega bərabərdir. Mr mis 1 sülfid kükürdüyün kütlə payını istədiyinə görə kükürdüyün kütləsini bu maddənin tərkibində kükürdüyün kütləsini böləcək onun maddənin ümumi nisbi molekul kütləsinə. Bunu daha doğru şəkildə necə yazmaq olar? Tam dəqiq olaraq yazıram ki, bu yadda qalsın. Kütlə payının tapılmasının əslində müxtəlif deməli, düsturları, müxtəlif tənlikləri var. Deməli, omega bərabərdir. Biz maddənin ümumi kütləsini tapırıq, yəni emirini, emir mis 2 sülfid. Burada kükürdün kütləsini sürətdə yazmalıyıq. Yəni, M vurulsun, ayır, kükürd atomu. N dediyim zaman kükürd atomlarının sayı nəzərdə tutulur. Burada kükürd atomlarının sayı 1 olduğuna görə N-in yerinə elə 1 qoymaq olar. Deməli, mis 2 sülfidin kütləsi 128 üzərinə 32 gəldiyimiz zaman 160-dır. Bu 160 qramın içərisində cəmi 32 qram kükürd var. Onu da
faizlə istədiyinə görə 100-ə vururuq. Bu da olacaq 20%. Bu da olacaq Y variantı. Silisium üçün hansı ifadə doğrudur deyilir. Silisium metaldırmı? Xeyr, metal deyil, qeyri-metaldır. Təbiətdə yalnız birləşmələr şəklində yayılmış sərbəst şəkildə də mövcuddur. 5 ada yox, 4 ada yerləşir. Minimum -2 deyil, -4 də ola bilər. Doğru cavab A variantıdır. Kürd üçün hansı ifadə doğru deyil? Elektrik cəryanını pis keçirir. Doğrudur. Sarı rəngli asan əriyəndir. Doğrudur. Suda həll olmur. Doğrudur. Molekul kristal qəbəsi. Bu da doğrudur. Doğru cavab A variantıdır. Bu yanlışdır əslində. Yəni yüksək elektrik keçirdiliyinə malik deyil, zəifdir yəni onda. 77-ci sualda nə deyilir? Deməli, amonium dihidroortofosfat və amonium nitrat üçün ümumidir. Hər ikisi gübrədir, doğrudur. Turş duzlumu? Xeyr, amonium nitrat normal duzdur. Müvafiq turşu və amoniakı parçalanırmı? Amonium hidroortofosfat, dihidroortofosfat parçalanır, amma amonium nitrat parçalanmır. Amonium nitrat N2O-ya və suya parçalanır. Yəni yanlışdır və hər ikisi də suda həll olur. Amonium duzlarının hamısı suda həll olur. Doğru cavab 1-4 olmuş olacaq. Heliuma görə nisbi sıxlığı 7-yə bərabərdir. Burada heliumun kütləsi ayrı 4-ə bərabərdir. Onu yazmalıydılar, yazılmayıb. Deməli, heliuma görə nisbi sıxlıq əgər 7-yə bərabərdirsə, yazaq D heliuma görə nisbi sıxlıq 7-yə bərabərdirsə, onda bir dəqiqə. 7 bərabərdir. Həmin maddənin kütləsi, yəni emiri bölünsün heliumun kütləsinə, yəni 4-ə. Onda bu maddənin emiri bərabərdir 28-ə. Burada kütləsi 28 olan maddə C2H4-dür. Doğru cavab D variantı. 3s2 3p3 elektron formuluna malik elementin minimum və maksimum oksidaşma dərəcələrinin cəmini tapın. Deməli, 3s2 3p3-dürsə əgər, bu yerləşir 5A qrupunda, 5A yarım qrupunda daha doğrusu. Minimum oksidaşma dərəcəsi -3-dür. Minimum oksidaşma dərəcəsi qrupun nömrəsindən 8 çıxdığımız zaman əldə olunur. Maksimum oksidaşma dərəcəsi də qrupun nömrəsinə bərabərdir, -5. -3 və -5-in də cəmi 2-yə bərabərdir. Tam dissosiasiyasından alınan ion, anion, kation. Deməli, X maddəsini müəyyən edin. Burada kalsium SO4 olmalıdır, səhv eləmirəmsə, yazılmayıb yəqin. Kalsium SO4. Deməli, tam dissosiasiyasından alınan ion. Anion A qədərdirsə, kation 2A qədər olmalıdır. Burada doğru cavab olacaq C variantı. Çünki metal isə kationdur, turşu qalığı olan insan aniondur. Əgər C variantında natrium sulfat dissosiasiya eləsə, onda 2 natrium müsbət ionuna və 1 ədəd də SO4 2 mənfi turşu qalığına parçalanmış olacaq. Yəni kation sayı 2, anion sayı da A qədər olmuş olar. 81-ci sual verilmiş şəkilə əsasən doğru ifadələri müəyyən edin deyilir. XY qarışığı homogendirmi? Bu distillə qurğusudur və distillə prosesində də bir-birində həll olan maye qarışıqlarının ayrılması aparılır. XY qarışığı homogendirmi? Bu doğrudur. X etil spirti, Y su ola bilər. Burada distillədən sonra Y mayesi ilk öncə qaba toplandığına görə, deməli X-in qaynama temperaturu Y-in qaynama temperaturundan daha yüksəkdir. Amma bizdə deyir ki, etil spirti X-dir, yəni qabda qalan artıq, bu qabda qalan X-dirsə, bu qabda qalan X-dirsə, deməli burada sudur artıq. Çünki suyun qaynama temperaturu 100 dərəcə, etil spirtinin qaynama temperaturu isə 78 dərəcə olaraq qəbul olunur. Yəni, qaynama temperaturu kiçik olan maye buradakı qaba toplanmış olacaq. Gərək əslində Y etil spirt olmalıydı, bu yanlışdır. X-in qaynama temperaturu Y-dən daha çoxdur, bu doğrudur. X-Y qarışığı heterogendir, yanlışdır. Distillə qurğusudur, bu da doğrudur. Cavab olacaq 1, 3, 5. Ee, 82-ci sual 22 qram. 2 qram kalsium tam yandıqda 32 qram 32 kilojol istilik
Bir dəqiqə qoy. Lövhəni düzəldim. Aha. Deməli, 2 qram kalsium tam yandıqda 32 kilojul istilik ayrılmışdır. Kalsiumun yanma reaksiyasının istilik effektini müəyyən edin. Kalsiumun yanma reaksiyasını yazaq. Kalsiumun oksigenlə reaksiyasından kalsium oksid alınır. Əmsallaşdırmanı aparırıq. 2 qram kalsium tam yandıqda 32 kilojul istilik alınıb. Bəs onda 80 qram yananda nə qədər alınacaq? X. Buradan x bərabərdir. 32-ni 80-ə vurub 2-yə böldüyümüz zaman 1280 alınmalıdır. 1280 kilojul bu reaksiyanın istilik effektidir. Amma bizdən bunu soruşmur. Bizdən kalsiumun yanma istiliyini soruşur. Kalsiumun 2 moluna əgər 1280 kilojul istilik sərf olunubsa, onda onun 1 moluna nə qədər sərf olunar? X. Buradan da x bərabərdir 640 kilojul. Doğru cavab B variantı. Yanma istiliyi 1 mol bəsit maddənin yanmasına sərf olunan istiliyin miqdarıdır. 83-cü sual. Barium X, OY birləşməsində dəmirin kütlə payı 70%dir. XY-in cəmini tapın. Əgər Barium X, OY-də dəmir oksididir, bilmirik. Dəmirin kütlə payı 70%dirsə, onda oksigenin kütlə payı yerdə qalan 30% olmuş olacaq. Onda belə yaza bilərik ki, 56x dəmirin ayrı 56-dır. Deməli, oksigenin ayrı da barium ayrı yaza bilməyəcəm burada dəqiq. Deməli, barium ayrı 56-dır. Oksigenin ayrı da 16-dır. 56x bölünsün 16y. Çünki atomların saylarını bilmədiyim üçün x kimi götürürəm. Bərabərdir 70 bölünsün 30. Yəni kütlə nisbətlərini faiz nisbətləri ilə bərabərləşdirirəm sanki. Buradan da ixtisar aparsaq 7 3 olmuş olacaq. Bu 1 dəfə, bu da 8 dəfə olmuş olacaq. Onda 16y bərabərdir 24 x-ə. Deməli 2y də bərabərdir 3 x-ə. Onda yerinə qoysaq əgər x, burada belə yaza bilərik ki, bunu y bölünsün x bərabərdir. Deməli 2 bölünsün 3 şəklində, 2 bölünsün daha doğrusu 3 şəklində olmuş olacaq. Burada da doğru olacaq barium. Deməli 2O3. XY-in cəmini istəyir. 2 ilə 3-ün cəmi də bizə bərabərdir. 5-i vermiş olacaq. Bu da doğru cavab 5 olacaq. 84-cü sualda bizdən deməli kalsium elementinin S elektronları ümumi elektronların neçə faizini təşkil edir soruşulur. 20 sıra nömrəsi 20 olan element üçün, yəni kalsium üçün elektron konfigurasiyanı yazsaq 1s 2 2s 2 2p6 3s 2 3p6 4s 2 şəklində olmuş olacaq. Yəni cəmi 20 elektronu bu şəkildə yerləşdirmiş olacaq. S elektronları hansı ki 1s2, 2s2, 3s2 və 4s2 cəmi 8 elektronumuz var. Ümumi elektronların neçə faizini təşkil edirsə, ümumi elektron 20-dir. 20-yə vurub, faiz istədiyinə görə 100-ə vururuq. Burada da deməli 40% alınmış olacaq. Doğru cavab 40-dır. 130 qram sink almaq üçün neçə mol 130 qram sink almaq üçün neçə mol sink oksid karbon monoksidləri reduksiya etmək lazımdır. Sink oksidin CO ilə reaksiyasını yazıram. Pirometallurgiya metodudur bu. Pirometallurgiya üsulunda metal oksidlərinin reduksiya edicilərlə reduksiya edirdik və orada sərbəst metal ala bilirdik. Buradan alınır sink plus CO2 əmsallar hamısı deməli 1 olaraq qalır.
Deməli 130 qram sink almaq üçün, 130 qram sink almaq üçün neçə mol bizə sink oksid lazımdır bilmirik. Amma bilirəm ki 65 qram sink almaq üçün, çünki 1 moldur, burada da 1 molun kütləsi 65-dir. 1 mol sink oksid lazımdır. Yəni 1 mol sink oksiddən 1 mol sink ala bilərəm. Onda 130 qram, yəni 2 mol sink almaq üçün də gərək bizə 2 mol sink oksid verilsin. Doğru cavab 2. 86-cı sualda N2 plus H2 reaksiyası üçün hansı ifadə doğrudur? Reaksiyanı tamamlayaq. N2 plus 3H2 əmələ gətirir 2NH3. Reaksiyada həcmin azalması müşahidə olunur. Doğrudur. Reaksiyanın sol tərəfində 4 həcm qaz, sağ tərəfində isə 2 həcm qaz var. Yəni həcm 2 dəfə azalıb. Bu doğrudur. Reaksiya adi şəraitdə baş vermir. Temperatur və katalizator iştirakında baş verir. Həmçinin təzyiq iştirakında baş verir. Ammonyakın sənayedə alınması reaksiyası doğrudur. Bir də eksotermik reaksiyadırmı? Bunu da əslində doğru götürmək olar. Eksotermik reaksiyadır. Birləşmə reaksiyasıdır, eksotermikdir. 1, 3, 4 doğru cavabdır. 87-ci suala baxırıq. Metallar bizə verilib. 1 molunun tam xlorlaşmasına sərf olunan xlorun həcmi deməli 1 molun tam xlorlaşmasına sərf olunan xlorun həcmi ilk öncə hamısının xlorla reaksiyasını yazaq. Natriumun xlorla reaksiyasından natrium xlorid alınır. Kalsiumun xlorla reaksiyasından kalsium xlorid alınır. Feryumun da xlorla reaksiyasından feryum xlorid alınır. 3 xlorid alınır. Əmsalları yerinə yazırıq. 1 molunun, metalın 1 molunun tam xlorlaşmasına sərf olunan xlorun həcmini istəyir. Natriumun 2 moluna əgər 1 mol, yəni 22,4 litr xlor reaksiyaya daxil olursa, onda 1 moluna 11,2 litr daxil olmuş olacaq. Yəni 1-ə Y gedəcək, 2-yə baxırıq. 2-də 1 moluna 22,4 litr daxil olur ilə, deməli 2-yə A gedəcək. 3-də deməli 2 moluna əgər 3 mol daxil olursa, onda 1 moluna 1,5 mol xlor daxil olacaq ki, o da 33,6 litr edir. 1A, 1Y daha doğrusu 2A, 3D şəklində olmuş olacaq. Deməli, 11,2 litr xlorla reaksiyaya daxil olan misin kütləsinin zamandan asılılığı qrafiki verilib. T0 nöqtəsi üçün verilmiş sualları cavablandırın. Reaksiyanın tənliyini yazaq. Misin xlorla reaksiyasını yazsaq. Bir dəqiqə. Deməli, misin xlorla reaksiyasını yazsaq, buradan mis xloridi alınacaq elə. Bu reaksiyanın tənliyidir. Bir də X-i tapın deyilir. Bizə deməli 11,2 litr xlorla reaksiyaya daxil olan misin kütləsi verilib. 11,2 litr xlorla nə qədər mis reaksiyaya daxil olur bilmirik. Amma bilirik ki, 22,4 litr xlorla bizdə deməli 64 qram mis reaksiyaya daxil olur. Misin ayrı 64-də burada verilməyib yenə də. Deməli, daxil olur. Onda buradan X-in qiymətini 32 olaraq tapmış olacaq. Deməli, reaksiyaya 32 qram mis daxil olur. 32 qram mis daxil olur nə deməkdir? Yəni, bu hissədə 32 qram var. Başlanğıcda X qramda bilmirik. Sonda 8 qram qalıb. 32 qram sərf olunubsa, deməli, X-in qiyməti də 40-a bərabərdir. Yəni, 40 qram var idi, 32 qram sərf olundu, axırda da 8 qram qaldı. X-in qiyməti olacaq 40. X-i və Y-i qeyd edin deyilir. X-in qiyməti olacaq kalsium, deməli hidrosulfat, kalsium hidrosulfat. Y-in adı olacaq kalsium dihidroortofosfat, kalsium dihidroortofosfat. Verilmiş duzun dissosiasiya tənliyini yazın deyilir. Kalium sulfatın
dissosiasiya tənliyini yazsaq, onda burada kalium müsbət 2 ədəd kalium müsbət iyonu və 1 ədəd SO4 2 mənfi iyonuna əmələ gəlmiş olacaq. Dissosiasiyadan alınan iyonların sayı A, bizdən də A-nı soruşur. Deməli, kalsium sulfatın əgər 1 mol reaksiyaya daxil olduğu zaman 3 mol iyon əmələ gəlirsə, onda 2 molu reaksiyaya daxil olduğu zamanda 6 mol iyon əmələ gəlmiş olacaq. Burada A-nın da qiyməti olacaq 6. Belə, sualların izahı bu qədər. Ümid edirəm hər birinizə faydalı oldu. Uğurlar.